Herkese salam. Bugün bir vlog çəkdik. Kollektivimiz ən qabaqda oturur. Müəllimlə üzrə özü. Göstər önəmə. Sən YouTube'a video düşürsən ha, burada. Burada Məryəm xanım özü deyəsən dışlayır özünü. Neynəyəcəyimizi bilmirik. Görək də. Dostlar. Ən qabaqda oturur və qırğın. Mənim imzalayır. Gətirdiyimiz vərəqlər piyu. Allah'ım olsun. Gül kimi yazıb gətirmişdi. Yaz. O imzalama bax. Belə şeylər paylaşmayın. Zaten 50 səfər. Ən qabaqdasan Mənim benim. 2 dərsi yaxşı keçdi. Necə yazdın? Dostlar yaxşı yazdım, inşallah yaxşı olar. Sağ olun. Ümumi psixoloji yaxşıdır, pedaqoji. YouTube 80. İkisi də pisi. İkisi də pisi. Məncə ümumi psixoloji daha yaxşı yazır. Azıtıb sözü deyər bəzənərdir. Bəzə də bilərdim, çözüyə bilərəm səni. Like atın, abunə olun. Sağ olun. Mən ümumi psixolojidən şeyəm. Parası məncə maşaj. Mən ikisini də normal yazmışım, inşallah yaxşı olar. Pedaqojidə mən birini o ikinci qrup idim da. Fəal metodlar var idi. Onu bu kağızından pis yazdım. Allah yalvardım ki, o psixoloji mahiyyət zat düşsün. Gəldi onlar düşdü. Sən yaxşı yazdın, hə? Kitabdan baxırdın ümumi psixolojiyada. Azadım etdik qoyardı, nə gündür. Bunlar getdilər, oturdular yenə qabaqdan. Mən ağıllılıq elədim, keçdim ikinci partaya. Məryəmlə ikimiz yaxşı yazdıq ümumi psixolojiya. Oxuyam. İndi çatmışıq. Biz 35 dəqiqədə keçirik. Dostlar, indi mən sevirəm. İkinci kurslarımızı tapdıq burada. Deməli, xəstəxana o qədər gözəldir ki, o türk seriallarında onlar var ya, Hekimoğlu'nda və ya Mucize Doktor'da hamısı. Özümü xaricdən gələn xüsusi professorlar kimi hiss edirəm. Hal-hazırda əməliyyata girəcəyik. Hətta Fidan. Dostlar, mükemmel yerdeyim. Düşünürəm ki, kifayət qədər məlumatlandırma var, amma yenə də belə hallarla qarşılaşırıq biz. Valideyn gəlir və uşağının nitq qüsuru olduğunu deyir. Uşağı biz diaqnostika edirik və görürük ki, uşaqda autizm spektr pozuntusudur və ya autizm əlamətləri var. Valideyn isə həmin əlamətləri görmərək sadəcə uşaqda nitq qüsuru olduğunu düşünür. İnşallah bugün autizm ve autizm hakkında, autizm insanlar hakkında, onlar dünyanı necə görür, necə dərk edir haqqında danışacaq, fikirlərimizi bölüşəcəyik və mən çalışacağım ki, sizlərin fikirlərini bir neçə əsas vacib məqama cəlb edeyim. Hansı ki, bəlkə çoxlarımız Asperger sindromunda olan bir şəxs ki, özü də məhz bu sahəyə aid kitabla yazmışdı və öz fikirlərini daim bölüşmüşdü, öz hisslərini, həyatı, dünyanın necə dərk etdiyi haqqında çox gözəl bir və çox qısa və sadə bir məlumat paylaşmışdır ki, və bu həqiqət bəlkə də çoxlarımıza bugün həqiqi autizmi dünyanın... Salam. Bəli, bəli. Sertifikatımızı online verirlər. Biz orada qırdılardır, seminarlardır, sertifikatla gələnlər çox şeydir. Orada nüansı vurdu da. Hə. Daha deyəmədik, biz ona görə gəlmişdik. Səni çəkib. Səni çəkib. Sinema ilk şey bax. Götürdü kimdə olur? Metroda. Tanımadığımız küçələrdə özümüzü metro eve indi satdım. Metroda indi çıxmışdım. 8-ə qaldı. Vlogumu bitirim burada, yoxsa yox, hələ devam edeyim. Hələ deyirəm, gəlim adım gələ, sonra gedim. Anamla oturmuşuq. Burada Şazər xanımız. Şazər, əl elə. Vaxtında o ki, gözəlliğinin qədrini bilmədim. Səbəbə baxın. Burada qırğın eləyib. Bir gündə belə bitdim. Aldım, yoxdur. Tripod qoşmağa. Dedim, belə çəkim. Deməli, gedərdim, sertifikat verməsəydilər. Getməzdim, çünki çox uzaqda Neftçilərdə idi. Amma getdiyimə peşmanmayam. Xeyr, çox qəşəng keçdi. Və yəni, oradan aldığım məlumatlarla yəni, oxuyacağım daha çox şeyin olduğunu autizm haqqında anladım. Sertifikatımızı online atacaqlar. Belə maraqlı idi, bəyəndim. Sonra canım çıxdı. Çünki kollektivim var idi deyə səhərdə 6'da durmuşdum. Saat 11'in yarısıdır.
Belə evə indi gəlmişəm. Tuşum dağılıb. Elə ingiliscə kursun dərsləri var. Yəni ölürəm. Mən bu seminarlarda necə xəbərdar olduğumdan da bəhs edeyim. Bizim universitetdə psixologiya müəlliməsi vardı. Biz seçmə fənlər üçün getmişdik səhər. 4-cü gün idi. Və orada müəllimə ilə tanış olduq. Bizə dedi ki, siz niyə mənə kanal açmırsınız? Yəni qrup WhatsApp-dan qurmursunuz. Hər seminar olanda mən sizə ödənişsiz bütün seminarları atacağam. Gedin oradan, oradakı insanları tanıyın, məlumatlar alın və daha çox psixologiya üzərində məlumatınız olsun və sertifikatlar da alın. Biz də qrup qurduq. Məhəmməd Alınla 2 dənə seminar atdı. Dün sabah da seminar var. Ona gedə bilmirəm böyük ehtimalla. Getməyəcəm. Və bu gün də seminar olduğu yönə dedik dərsdən 4-ün yarısı çıxırdıq. Dedik 4-dədir çatarıq. Yarım saat gec oldu ki, onlar da 20 dəqiqə gec başladılar. Yəni 10 dəqiqədə də zaten tanışlıq eləyiblərmiş. Yəni biz gedəndə hələ təzə başlayırdılar autizm haqqında danışmağa. Çatdıq yəni. Belə, yəni öz universitetimin müəlliməsi sayəsindədir. Və o müəllimə indi qrupumuz olduğu üçün hər zaman seminarlar haqqında məlumat verəcəyi üçün yəqin ki, seminarlar haqqında daha çox video çəkə bilərəm. Amma yenə də məsələn bu getdiyimiz seminar tiha.az Instagram səhifəsində izləyib bu insanların fərqli seminarları olur ki, mən onları izləməyə başladım. Down sendromu haqqında da belə bir seminarlar olub. Mart ayından təbii ki, xəbərim olmayıb. Amma olsaydı gedərdimmi? Gedərdim, çünki çox qəşəng danışırdılar və çox gözəl bir şəkildə başa saldılar. Hər necə bu qədər. Başqa bir şey deyim ki, gələn həftə video ataram. Keçən həftədə video atmamın səbəbi xəstə olmuşdum. Hələ də sağalmamışam. Səsim biraz düzəlib. Keçən həftə daha da pis idi. Yəni universitetə getməyəcək dərəcədə xəstə idim və səsim çıxmadığı üçün də video ata bilmədim. Və art podcast üçün səsləndirmə lazım olduğu üçün bu həftə də video olaraq vlog atım dedim. Artıq 4 həftədir vlog atmıram. Belə digər videolarda görüşmək üzərə. Ümid edirəm ki, videodan zövq almışsınızdır.